Salam, bugün sizinlə abituriyentlər üçün seçdiyim sualların izahına baxacağıq. Gəlin birinci sualdan başlayaq. Birinci sualda bizə deyir ki, cədvələ əsasən zetin qiymətini tapın. Görürük ki, zeti burada işarə ediblər və noxud bitkisinin toxumunun quru kütləsini göstərir. Yəni, bizə deyir ki, noxud bitkisinin toxumunun quru kütləsinin neçə kiloqram olduğunu tapın. Gəlin ilk öncə cədvələ nəzər yetirək və görürük ki, burada noxud bitkisindən əlavə qarğıdal və darı bitkisində bizə qeyd edib və burada toxumlarının quru kütləsini, burada isə cücərərkən udduğu suyun kütləsini qeyd edib. Cədvələ diqqətlə baxdıqda görürük ki, bizə bir tək məlum olan qarğıdalı bitkisinin toxumunun cücərərkən udduğu suyun kütləsinin neçə litr olduğudur. Ondan əlavə olaraq hər birisi məchuldur. Deməli, bu tip məsələləri həll etmək üçün biz ümumiyyətlə bu bitkilərinin toxumunun nə qədər su udduğunu bilməliyik. Qarğıdalı bitkisinin toxumu öz kütləsinin 2/1 hissəsi qədər sudur, yəni yarısı qədər. Darı bitkisinin toxumu öz kütləsinin 4/1 hissəsi qədər sudur. Noxud bitkisinin toxumu isə öz kütləsi qədər sudur. Deməli, bizə bir tək məlum olan dedi ki, qarğıdalı bitkisinin toxumunun cücərərkən neçə litr su udmasıdır. Elə buna əsasən yola çıxacağıq və burada da toxumlarının quru kütləsini işarə edib bunların. Gəlin biz elə məlum olandan başlayaq ki, digər məchulları tapa bilək. Deməli, qarğıdalı bitkisinin toxumunun quru kütləsi x-dir, düzdürmü? Dedik bu nə qədər sudur cücərərkən? 2/1 hissəsi qədər də, yəni yarısı qədər və bu deyilir 8 litr. Deməli, o zaman x bölü 2 bərabərdir 8-ə, x də bərabərdir 16 kiloqram. Axı kütləni burada kiloqramla işarə edirik. Deməli, qarğıdalı toxumunun quru kütləsinin 16 kiloqram olduğunu hesabladıq. 16 kiloqram qarğıdalı toxumlarımız var. Və görürük ki, aşağı keçəndə bu hissədə 2x işarə ediblər. Burada nə var? Vurma işarəsi. Yəni 2 vur 16, bu deyilir 32 kiloqram. Deməli 32 kiloqramda darı toxumumuz var. Dedik, darı toxumda quru kütləsi nə qədər sudur? Dedik ki, öz quru kütləsinin 4/1 hissəsi qədər sudur. Yəni 32-nin 4/1 qədər sudur. Bu deyilir 8 litr, düzdürmü? Bəli, 32-nin də 4/1-i 8 eləyir. Buradan da tapdıq ki, 8-dir. Və indi aşağı yenəcəyik. Görürük ki, bu hissədə də 2y şəklində işarə edib. Yəni ki, 2 vur 8, bu deyilir 16 litr noxud bitkisinin cücərərkən udduğu suyun kütləsi. Bizə nə lazımdır? Quru kütləsi. Dedik ki, noxud bitkisinin toxumu da cücərərkən öz quru kütləsi qədər sudur. Deməli, 16 litr su udubsa, elə öz kütləsi də 16 kiloqram olub. Cavabımız E variantı. Keçək ikinci sualımıza. İkinci sualda bizə deyir ki, molyar kütləsi M olan bir zəncirli zülalın 1 molunun transliyasiyası zamanı ayrılan suyun kütləsini qramla hansı düstura əsasən hesablamaq olar? Deməli, molyar kütləni bizə veribdir ki, M-dir və transliyasiya zamanı və bizə qeyd edir ki, bir zəncirli zülalın 1 molunun transliyasiyası zamanı. Transliyasiya prosesində də deyirik ki, amin turşu sayından bir vahidkən su ayrılır. N nədir? Amin turşu sayıdır. Bizə də qeyd edib ki, qramla hesablayın. Deməli, bizə verilən zülalın ümumilikdə mol miqdarıdır. Yəni kütləsidir, daha doğrusu qram bölünsün mol, artıq buradan bizə deyir ki, bunun molyar kütləsi M-dir. Bizə də amin turşu sayı lazımdır. Biz də bilirik ki, burada artıq zəncirdən söhbət getdiyinə görə həmin bu zülalın əmələ gəlməyində amin turşular iştirak edir. Amin turşular da zəncirə qoşulubdur. Deməli, amin turşular da zəncirə qoşulanda biz onun ilklə son nəzərə almayacaq. Normal olaraq ortada olanları götürürük. Onun da kütləsi 110 atom kütlə vahididir. Yəni artıq bu zəncirə qoşuldu, ona görə sərbəst halda deyil. Zəncirə qoşulub. Zəncirə qoşulduğuna görə kütləsi 110 atom kütlə vahididir. Bizə də amin turşu sayı lazımdır. Amin turşu sayını tapmaq üçün biz deyirik ki, həmin bu ümumi kütləni, yəni M-i 110-a bölsək, amin turşu sayını tapa bilərik. Yəni ümumi kütləni 110-a bölürük ki, amin turşu sayı çıxsın. Və bizdə də bu oldu, deməli amin turşu sayı. Yəni bundan aldığımız bu cavab amin turşu sayıdır.
Deməli, amin turşu sayımızdan da translasiya prosesində bir vahid kəm su ayrılır. Bu da oldu suyun molu. Mol miqdarı. Bizə də deyir ki, qramla hesablayın. Biz də bilirik ki, MrH2O 18 qramdır. Düzdürmü? Biz də ümumilikdə həmin bu ayrılan suyun mol miqdarını 18-ə vursaq kütləni tapa bilərik də, düzdürmü? Bəli. Deməli, M bölü 110 amin turşu sayı minus 1 translasiya prosesində ayrılan suyun mol miqdarı 18 onun kütləsi ümumi kütləni tapmaq üçün biz bu düsturdan hesablaya bilərik. Deməli, cavabımız oldu E variantı. Keçək 3-cü sualımıza. Deməli, 3-cü sualda bizə nə deyir? Deyir ki, qrafikdə müxtəlif heyvanların həyat intensivliyinin ətraf mühitin temperaturunun asılılığı verilmişdir. O1, O2 və digərləri optimum nöqtələrdir. Şəkildə neçə növün qrafiki göstərilir. Deməli, gəlin qrafikə nəzər yetirək. Görürük ki, O1, O2, O3 və O4 optimum nöqtələri qeyd olunubdur. Və burada da müxtəlif növlər var. Bizə bu növlərin sayını soruşur ümumilikdə. Deməli, ilk öncə baxıram O1 optimum nöqtəsinə. Görürəm ki, O1 optimum nöqtəsində 1, 2, 3 növü qeyd edib. Keçirəm O2 optimum nöqtəsinə. O2 optimum nöqtəsində görürəm ki, 1 növ qeyd edib. O3-ə keçirəm. O3-də də görürəm ki, 1 növ qeyd edib. Keçirəm O4 optimum nöqtəsinə. Görürəm ki, O4-də də 1 növ qeyd edib. Ümumilikdə neçə növ oldu? 6 növ. Cavabımız B variantı. Keçək 4-cü sualımıza. Bizə deyir ki, drozofil milçəyinin dişi və erkək fərdlərinin və burada nəsildə dişi və erkək fərdlərinin daha çox təsadüf edilən nisbəti hansıdır? Ümumiyyətlə, istər drozofil milçək olsun, istər şimpanz olsun və yaxud başqa bir canlı, onun erkək və dişi fərdinin nəsildə nisbəti 1-in 1-ə götürülür. Yəni, cavabımız A variantı. Keçək 5-ci sualımıza. Bizə nə deyir? Bizə deyir ki, poliploid formamız 4N və 6N-dir, tetraploid, hexaploiddir. Gəlin ümumiyyətlə bu tip sualları biz hissəyə ayıraq, bizə daha rahat olsun. Mən sizə bu hissəyə ayırmanı da öyrətmişəm. Necə hesablayırıq? Birinci, ikinci işarə edirəm. İlk öncə birinciyə uyğun hesablamamı aparacağım. Deməli, birinci üzrə baxdıqda görürük ki, yumurta hüceyrəsini verib diploid, doğrudur və bizə endospermi verib 6N. Bizdən də soruşur, deməli, zigotu Y. Çünki burada qeyd edib ki, X, Y Z-i müəyyənidir. Və daha sonra aşağıda da X-i tapacaq, Z tapacaq. Gəlin ilk öncə birinciyə əsasən yazaq. Deməli, poliploid formamız 4N-dir. Bunun yumurta hüceyrəsi 2N-dir. Yazdım. Yumurta hüceyrə bərabərdir 2N-dir. Endosperm isə 6N-dir. Bizdən də soruşur zigot. Zigot hansı hüceyrələrin birləşməsindən əmələ gəlir? Deyirik ki, qametlərin. Qametlər də bizim diploid bitkiyə əsasən yazanda deyirik ki, haploid olur. Amma bizim bitkimiz poliploid formadır. Ona görə biraz işlər dəyişir. Və bizə yumurta hüceyrəni verib. Mən ümumi olaraq bunu yazıram. Diploid bitki üçün 2 qatmayalanmada bu şəkildə olur. Bizə də poliploid formadır. Və biz buna əsasən deyirik ki, zigot ümumiyyətlə belə yazım sizə çaşdırmasın. Sperm ilə yumurta hüceyrənin birləşməsindən əmələ gəlir. Endosperm isə sperm ilə mərkəzi hüceyrənin birləşməsindən əmələ gəlir. Və yumurta hüceyrə 2N-dirsə, bizə də burada endospermi qeyd edib. Biz buna əsasən spermin tapa bilərik ki, ondan da zigotu tapaq. Necə? Biz ümumiyyətlə deyirik ki, yumurta hüceyrənin xromosom dəstindən 2 dəfə artıq olur mərkəzi hüceyrənin xromosom dəsti. Axı hər qütbdən gəlib biri birləşib mərkəzi hüceyrəni əmələ gətirirdi. Yekunda 8 hüceyrə əmələ gəlirdi. 5-i qütbdə qalan hər qütbdən gəlir biri hüceyrə birləşir 2 dənə hüceyrə, orada olur endosperm, bir dənəsi isə çevrilir yumurta hüceyrəyə. İndi biz də deyirik ki, yumurta hüceyrədən 2 dəfə artıq oldu, 4-ün mərkəz hüceyrə. Və yaxud da ki, poliploid bitkimizin, yəni ana hüceyrəsi qədər xromosom dəstini götürə bilərik mərkəz hüceyrəni. Deməli, mərkəzi hüceyrəndə tapdıq ki, 4N imiş. Bundan 2 dəfə artıq və yaxud da bunun sayı qədər.
Endospermdə 6 n. Deməli endosperm nə dedik? Dedik mərkəzi hüceyrə ilə spermin birləşməsidir. O zaman yazarıq ki, 6 n bərabərdir sperm üstəgələk 4 n. Sperm də bərabərdir 2 n. Deməli spermini də tapdıq 2 n. Deməli, bizə də lazımdır zigot. Zigotu da taparkən 2n plus 2n o da eləyir 4n. Y bərabərdir 4n oldu. Bəs deyərdiniz ki, yumurta hüceyrə nə qədərsə o qədər götürdü. Biz belə götürə bilmərik, çünki bizə burada qeyd etməyib öz-özünə tozlanmadır. Biz sadəcə bu üsulla həll edib daha rahat tapa bilərik. Çünki öz-özünə tozlanmanı qeyd etsəydi, deyərdiniz ki, yumurta hüceyrə nədirsə, sperm də odur. Onu qeyd etmədiyi üçün bu üsulla hesablayırıq. İndi keçək ikinciyə. Y-də 4n axtaracağıq. İndi ikinci üçün hesablamamızı aparaq. Mən artıq buranı silirəm, bizə rahat olsun. Çünki birincini artıq hesabladıq. İkinciyə əsasən deyirik ki, ikinci bitkimiz artıq poliploid formamız 6n'dir. Onun yumurta hüceyrəsini soruşuruq. Artıq bu meyoz bölümə keçirəcək. Yəni 2 dəfə azalacaq. Olacaqdır 3n. Deməli, yumurta hüceyrə oldu 3n. Zigot verib 6n'dir, endosperm soruşur. Deməli, zigot. Dedik, nə ilə nəyə birləşməsi? Sperm ilə yumurta hüceyrənin. Düzdürmü? İndi baxın, yumurta hüceyrəmiz 3n'dir. Zigotumuz 6n'dir. Spermdə elə sperm yazıram, plus 3n. Deməli, sperm də buradan bərabər olur 3n'ə. Spermini tapdıqmı 3n bizdən nəyi soruşur? Endosperm. İndi gəlin mərkəzi hüceyrəni tapaq. Dedik, ya bu bitkinin ana hüceyrəsini götür 6n, ya da yumurta hüceyrədən 2 dəfə artıq götür, yenə də 6n eləyir. Mərkəzi hüceyrəndə 6n tapdıq. Endosperm isə sperm ilə mərkəzi hüceyrənin birləşməsindən əmələ gəlir. Bu deyilir 3n plus mərkəzi hüceyrəmizdə 6n'dir. Bu deyilir 9n. Deməli, burada da 9n axtaracağıq. 3n 9n, bu da eləyir D variantı. Keçək 6-cı sualımıza. 6-cı sualda bizə deyir ki, DNT molekulunda 2000 guanin və 1000 dənə də adenin olarsa, yəni varsa, həmin molekulda neçə nukleotid və neçə hidrogen rabitəsi vardır. Deməli, biz bilirik ki, DNT molekulu 2 zəncirlidir. Bunu buradan qeyd etdim. Və molekulumuzda guaninin sayı 2000'dir. Deyir 2000 guanin və 1000 dənə də adenin vardırsa, həmin molekulda neçə nukleotid və neçə hidrogen rabitəsi olar? Hesablamamızı aparaq. Deməli, guaninin sayı 2000'dirsə, sitozin də 2000'dir. Çünki bunlar bir-birinə komplementar olur. Timin də deməli, DNT-dən söhbət gedirsə, onda timin var. Timinimiz də adeninin sayı qədər olur. Çünki bir-birlərinə komplementardır. Yəni, o da 1000 dənədir. Ümumi nukleotid sayını soruşur. Bizim düsturumuz bu şəkildədir. Adenin plus timin plus guanin plus sitozin. Yəni, M bərabərdir. Hamısını toplayırsınız. Bu deyilir 6000. Düzdürmü? 2000, 2000, 4000. Bu deyildi 6000. Nukleotid sayımızı tapdıq ki, 6000'dir. A variantın, D variantını çıxırıq. İndi hidrogen rabitəsini hesablayacağıq. Hidrogen rabitəsi də N plus G və yaxud S-dir, ya guanin, ya sitozini götürürük. O zaman H bərabərdir. Ümumi nukleotidimiz oldu 6000'ə. Plus guanin sitozində 2000'dir, birini götürəcəksə. Yəni, ya guanini, ya da sitozini. O deyilir H bərabərdir 8000'ə. Deməli, cavabımız oldu C variantı. İndi keçək 7-ci sualımıza. Bizə deyir ki, tetraploid 4 çəkli bitkinin öz-özünə tozlanması zamanı endosperm hüceyrəsinin xromosom dəstəsini Y qəbul edilərsə, bu bitkinin rüşeym kisəsindəki mərkəzi hüceyrənin xromosom dəstəsini buradan seçəcəyik. Deməli, 4n'lik bizim bitkimiz var və bizə deyir ki, öz-özünə tozlanması. Birinci bitkimiz, ikinci bitkimiz. Deməli, bu olsun dişi bitki 4n, bu da olsun erkek bitki 4n. Bunları çarpazlaşdırırıq. Bizə lazım olan endosperm hüceyrəsidir. O zaman biz ilk öncə gəlin spermləri alaq. 2n, 2n bunlar oldu spermləri.
Bizə lazım olan mərkəzi hüceyrədir. Dedi ya 7 bitcin sayını götür. Mərkəzi hüceyrə bərabərdir 4 dənə. Ya da yumurta hüceyrəni al 2n, 2n də vur 2-yə. Çünki 2 dəfə çox olur, o da eləyir 4n. Deməli sperma oldu 2n, mərkəzi hüceyrədə 4n. Bizə də lazımdır endosperm, düzdürmü? Endosperm də bərabərdir bu ikisinin cəminə. Spermlə mərkəzi hüceyrənin, yəni 6n. Endospermi tapdıq ki 6n imiş xromosomu. Və bizə veribdi bunu Y qəbul etsək. Yəni o zaman necə olur? Y bərabərdir 6-nə. Və bizdən soruşur mərkəzi hüceyrənin xromosom dəsti. Mərkəzi hüceyrə neçə idi? 4-dən. İndi biz bu variantlara əsasən mərkəzi hüceyrəni 4-dən almalıyıq. Deməli, A variantına baxırıq ki, bizə deyir ki 2Y. Baxırıq bura, 2Y olarsa, deməli, bu 2 vuraq 6-n deməkdir. Bu deyir 12n, biz də almalıyıq 4n. Deməli A variantı deyil. Keçirik B-yə 3y bölü 2. Yəni 3 vur 6n bölü 2. Bu deyir 9n. Bu da bizə lazım deyil. Biz 4n tapmalıyıq. 3y deyir 3 vur 6 18n. Bu da bizə lazım deyil. D-də bizə deyir 2 vur 6n bölü 3. Bu eləyir 4n. Bizim doğru cavabımız D variantıdır. Keçək 8-ci sualımıza. 8-ci sualda bizə nə deyir? Deyir ki, öz-özünə tozlanan diploid 2n çiçəkli bitkinin bir kök, bir gövdə, bir yarpaq və bir endosperm hüceyrəsinin xromosomlarının cəmi 180 olarsa bu bitkinin sperminin xromosom yığımı neçə olar? Öz-özünə tozlanan bitkidir. İstəsəniz bunu tozlandırın, istəməsəniz də biz bunu artıq əzbər bilirik ki, bunun somatik hüceyrəsi 2n olacaq, endosperm isə 3n olacaq. Triploid, endosperm, diploid hüceyrələri olur. Spermlərdə, yəni yumurta hüceyrələrdə, qametlərdə haploiddir. Əgər istəməsəniz yenə yazarsınız. Bizim dişi bitkimiz 2n, çarpaz erkək bitkimiz 2n, qamet alarsınız yumurta hüceyrəni n, mərkəzi hüceyrə 2n'dir. Bu yumurta hüceyrə oldu və spermlərdə n tapa bilərsiniz. Deməli, zigotdan əmələ gəldiyinə görə kök, gövdə, yarpaq, o deyir ki, diploid xromosom dəsti olacaq. Çünki sperm üstəgələk yumurta hüceyrədir. Bu da n plus n, yəni 2n eləyir. Bu zigotdan da başlanğıc gördüyünə görə kök, gövdə, yarpaq bunlar da 2n'dir. Endosperm lazım olacaq 2n mərkəzi hüceyrə, n də sperm. Bu da elədi 3n endosperm. Endospermdə olduğu 3n triploid. İndi bunların cəmin bizə verib 180. Gəlin toplayaq. 2n plus 2n plus 2n plus 3n bərabərdir 180'ə. Buradan da 4n 6n 9n bərabərdir 180'ə. N də bərabərdir 20'yə. Bizə də lazımdır spermi. Spermdə dedik haploid daxı. Baxın burada da işarə etmişik. Haploid spermlər. Haploid olduğuna görə elə bizim cavabımız olur 20. Deməli, keçək 9-cu sualımıza. 9-cu sualda bizə nə deyir? Deyir, şam qozasının tozcuqlarında 12.000 hava qovuqcuğu və bir tozcuq kisəsində 100 ədəd tozcuq olarsa, bu hissədə tozcuq kisələrinin sayını tapın. Bizdən ümumi soruşdu tozcuq kisələrinin sayıdır. Deməli, tozcuqlarda olan hava qovuqcuğu 12.000 dənədir. Biz də bilirik ki, bir tozcuqda 2 hava qovuqcuğu olur. Bəs yaxşı, 12.000 hava qovuqcuğu neçə tozcuq dənəsində olacaq? X. X də bərabərdir 6.000 dənə tozcuq dənəsi tapdıq və bizə deyir ki, bir tozcuq kisəsində 100 ədəd tozcuq olarsa, bir kisədə 100 tozcuq var. Düzdürmü? Biz də tapdıq ki, 6.000 tozcuq dənəsi. O zaman yazıram ki, 6.000 tozcuq dənəsi neçə kisədə olar? X də bərabərdir 60 tozcuq kisəsi olar. Bu da elədir cavabımız 60. Keçək 10-cu sualımıza. 10-cu sualda da bizə deyir ki, insanda ürəyin 0,8 saniyəlik sikl şəraitində 200 ürək vurğusu olmuşdur. Bu vaxt ərzində 1 saniyədə ürək sikl şəraitində neçə ürək vurğusu olar? O zaman yazarıq ki, 0,8 saniyədə bir ürək vurğusu olursa, 200 ürək vurğusu neçə saniyədə olar? X.
X də bərabərdir. 0.8-i vururuq 200-ə. X də buradan bərabər olur 160-a. Deməli 160 saniyədə həmin bu 200 vurğu baş verir 0.8 saniyəlik sikldə və deyir bu vaxt ərzində 1 saniyədə ürək sikli şəraitində deyir ki, bu vaxt ərzində həmin bu 160 saniyədə 1 saniyəlik ürək sikli şəraitində neçə ürək vurğusu olur? O zaman yazırıq ki, 1 saniyədə bir vurğudursa, 160 saniyədə neçə vurğu olar? O da 160. Cavabımız 160 olur. 11-ci sualımıza keçək. Bizə deyir Volvox koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur və hüceyrələrin 25%-ni itirərsə, bu Volvox koloniyasında nə qədər qamçıya malik olar? Aha, bizdən soruşur qamçılarının sayını. Biz də bilirik ki, bir dənə Volvoxun ümumiyyətlə hüceyrəsində 2 qamçı olur. Bütün koloniyanı da tapmaq üçün təbii ki, hamısını vurmalıyıq ki. Amma bizə qeyd edir ki, hüceyrələrinin 25%-ni itirir. Bizə salamat qalanı soruşur. Deyir, həmin bu hüceyrə 25%-ni itirərsə, bu Volvox koloniyası hüceyrələri nə qədər qamçıya malik olar? 25%-ni itirirsə, deməli 75% qalır. Çünki 1000 hüceyrə 100%-dir. 25%-ni itirirsə, 100-dən 25-ini çıxırıq, qalır 75%. 75%-də də X hüceyrə var. Bunu da tapırıq ki, 750 hüceyrə var bu koloniyada. Və bizdən də soruşur ki, nə qədər qamçıya malik olar? Bir hüceyrəsində 2 qamçı varsa, 750 hüceyrədə də 1500 dənə qamçı olar. Cavabımız olur 1500. Əgər istəməsəniz, belə də yaza bilərsiniz ki, 1000 hüceyrə 100%-dirsə, bəs yaxşı, 25%-ni itirirsə, bu nə qədər hüceyrə edir? X hüceyrə. X də bərabərdir 250. 250-sini itirib. 1000-dən də çıxırsınız 250 itən hüceyrəni, qalır 750 salamat olan hüceyrə. Bunu da vurursunuz 2-yə, tapırsınız qamçı sayını. Yəni cavabımız 1500-dür. Keçək 12-ci sualımıza. Bizə deyir ki, deməli, X-i hesablayın. Günəbaxanın səbətindəki çiçəklərin düsturun burada bizə veribdir və saylarını da burada verib. X də budur ki, bu səbətdə 2 qat mayalamada bilavasitə iştirak edən spermlərin maksimal sayı. Nəyin? Spermlərin sayı. Deməli, biz bilirik ki, günəbaxan bitkisi artıq örtülü toxumlular şöbəsinə aiddir. Onda 2 qat mayalanma prosesi gedir və qeyd edək ki, örtülü toxumlar şöbəsinin ikiləpəlilər sinifinin mürəkkəb çiçəklilər fəsiləsinə aiddir. Səbətində 2 tip çiçək qrupu var. Boru şəkilli və yalançı dilcik şəkilli. Qeyd edək ki, yalançı dilcik şəkilli çiçəklərində erkəkcik və dişicik olmadığına görə mayalanma getmir, toxum əmələ gəlmir. Amma boru şəkilli də erkəkcik və dişiciyə malik olduğuna görə mayalanma gedib toxum əmələ gətirir. İndi baxırıq çiçək düsturuna. Bunlarda kəsi yarpağı yoxdur, onun əvəzinə kəkil əmələ gəlir. Onu heç nəzərə almırıq. Bizə lazımdır digərləri. Ləçəyi də eyni çıxdıq. Bizə lazımdır erkəkçi dişicik. Görürük ki, birində erkəkçi dişicik var, birində sıfırdır, yoxdur. Deməli, erkəkçi dişicik yoxdursa, bu yalançı dilcik şəkillidir. Erkəkçi dişicik varsa, bu da boru şəkillidir. Və sayın boru şəkillini verib 800, yalançı dilcik şəkillini 200. Bizə də spermlərin soruşur neçə sperm olduğunu. Dedik, mayalanma harada gedir? Boru şəkilli çiçəklərində. Görürük ki, burada dişicik bir çiçək üçün bir dənədir. Deməli, 800 çiçəkdə də 800 dişicik olacaq. Həmin bu dişiciyin də tərkibində yumurtacıq olur. Yəni, bunlarda toxumça meyvə olduğuna görə bir toxum əmələ gəlir. Bir yumurtacıqdan bir toxum. O zaman deyirik ki, 8 dişicikdən 8 yumurtacıq nəzərə alacaq. Yəni, bir toxumun əmələ gəlməyində 2 sperm iştirak edirsə, 800 toxumun da əmələ gəlməyində 1600 sperm iştirak edəcək. X də bərabərdir 1600-ə, cavabımız 1600. İndi keçək 13-cü sualımıza. Bizə deyir ki, 32 yeni Ulotrix sapının əmələ gəlməsindən neçə zigot iştirak edər? Biz bilirik ki, bir Ulotrix deməli zigotundan, bir zigotdan 4 yeni Ulotrix sapı əmələ gəlir. Bir zigotdan 4 yeni Ulotrix sapı əmələ gəlir. 32 yeni Ulotrix sapı neçə zigotdan əmələ gələcək? O zaman da X yazırıq. Çünki bizə zigot soruşur. X də bərabərdir 8-ə. 1 zigotdan 4 Ulotrix əmələ gəlir. 32 Ulotrix də 8 zigotdan əmələ gələcək. A variantı. Keçək 14-cü sualımıza.
İçərisinə 20 ilkin bakteriya olan qapalı qabda əlverişli şəraitdə T bərabərdir 1 saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalar? Aha, əgər 20 dəqiqədən bir bölünürsə, bunu bizə qeyd edib, onsuz da aha. Gəlin hesablayaq. 20 ilkin bakteriya varsa yazıram ki, N0 bərabərdir 20-yə. T bərabərdir 1 saatda, bu da 60 dəqiqədir. Mən demişəm dəqiqə ilə yazırıq ki, çox rahat olsun. Və bizə neçə bakteriya bölünməyə məruz qalar deyir. N-T-N0 bərabərdir sual. Deməli, görürük ki, N0-ın qiyməti var. Amma NT yoxdur. Gəlin birinci NT-ni tapaq. İndi NT-ni də tapmaq üçün bizə nəsil sayı lazımdır. Çünki NT-nin düsturu NT bərabərdir N0 vur 2 üstü N düsturudur. İndi gəlin nəsil sayını tapaq. T bərabərdir 60 dəqiqədir. N-in də düsturu budur ki, T böl 20 və yaxud 30. Bizə də 20 dəqiqədən bir bölünməni qeyd etdiyinə görə 20-yə böləcəyik. Yəni 60 böl 20 bu deyilir 3 nəsil. Nəsil sayı 3-dür. İndi düsturda yerinə qoyuruq. NT bərabərdir N0 20 vur 2 üstü 3. 2 üstü 3 8 eləyir. 20-yə də vuranda 160. Deməli, NT əmələ gələn bakteriyamızın sayı 160 imiş. İndi burada yerinə qoya bilərikmi? Bəli. NT məlum, N0 məlum. 160 çıxılsın 20. Bu da eləyir 140. Deməli, bölünməyə məruz qalan bakteriyamız 140 imiş. Keçək 15-ci sualımıza. Bizə deyir ki, valideynlərinin hər ikisi 3-cü qan qrupuna malikdir. Onların nəsli uşaqların 75%-i 3-cü, qalanları isə 1-ci qan qrupuna malikdir. Valideynlərin qan qrupunun genotipi neçədir? Deməli, 25% 3-cü qan qrupdursa, qalan da 1-ci qan qrupu, yəni 25% də 1-ci qan qrupudur. 3-cü qan qrupunun 2 forması var. Deməli, BB, B0. 1-ci qan qrupda yalnız 0-0-dır. Əgər fikirləşirik, burada 0 geni varsa, deməli valideyn fərdlərdə 0 geni mütləq olmalıdır. Deməli valideyn fərdlərimiz düşünürük ki, B0 çarpaz B0 olarsa, burada BB 3-cü qan qrupu, B0 3-cü qan qrupu, daha sonra B0 3-cü qan qrupu və 00 1-ci qan qrupu olacaq. Yəni bu 3 dənəsi 75% 3-cü qan qrupu olacaq, 25% isə 1-ci qan qrupu olacaq. Yəni belə məntiqlə düşünürük və tapırıq. Əgər bunun hər ikisi BB daşısaydı, yəni BB çarpaz BB olsaydı, əmələ gələn bütün övladların hamısı 3-cü qan qrupu olacaqdı. Bir də belə sual olur ki, bəzən, bəs yaxşı, biri 3-cü qan qrupu, biri 1-ci qan qrupu olsa necə? Düşünürük ki, baxın, biri 3-cü qan qrupunun lap olsun homozigotu 0-0-dan yenə əmələ gələnlər hamısı 3-cü qan qrupu olacaq. Bəs yaxşı, desəniz ki, heterozigot olsa, B0 çarpaz 0-0, bu zamanda B0, 0-0, 50-50-yə əmələ gəlir. 50% 3-cü qan qrupu, 50% də 1-ci qan qrupu. İndi gəlin variantlara baxaq. Gördüyümüz kimi variantlarda da mən dediyimdə hamısı 3-cü qan qrupu alınacaq. Burada heç 1-ci qan qrupu alına bilməz. Burada 4-cü qan qrupu alınır, bir də 3-cü qan qrupu alınır. Sonra B variantına yenə mənim izah etdiyimdə 3-cü qan qrupu alınır. Sonra gəlirik C variantı cavabımız. D variantında da baxın 4-cü qan qrupu alınır. Sonra gəlir buradan 2-ci qan qrupu alınır. 3-cü qan qrupu alınır. Yenə 3-cü qan qrupu alınır. Deməli E variantı da deyil. Cavabımız C olur. Keçək 16-cı sualımıza. Bizə deyir ki, deməli, glikoliz prosesi zamanı ayrılan suyun ümumi kütləsi 108 qram olmuşdur. Bu zaman neçə mol glukoza süd turşusuna parçalanmış və neçə mol ATF sintez olunmuşdur? Gəlin biz ilk öncə bu reaksiyamızı yazaq və ona uyğun daha rahat həll edək. Həm də reaksiyanı yazaq ki, bizim yadımızda qalsın. Çünki bu tip suallar ola bilər ki, düşür. Glikoliz prosesinin düsturunu burada qeyd edirəm. Deməli, 1 mol glukoza C6H12O6. Bunun üzərinə gəlirik 2 mol ADF. Bunun da üzərinə gəlirik 2 mol orta fosfat turşusu. Dalığı buradan da alınır. Deməli, bu parçalanacaq süd turşusuna 2 mol C3H6O3 və bunu biraz bəriyə çəkim. Və plus buradan ancaq 2 mol ATF
Plus buradan da alınacaq 2 mol su H2O. Bir də 200 kilojoule enerji ayrılır. Bunda deyirik ki 120 kilojoule istilik şəklində ayrılır. 80 kilojoule isə ATF enerji şəklində toplanır. 200 kilojoule. Və indi baxırıq. Bizə deyir ki, ayrılan suyun ümumi kütləsi 108 qram olmuşdur. Biz də bilirik ki, Emir H2O-nun kütləsi 18 qramdır. Gəlin, həmin bu 108-i bölək 18-ə, görək neçə mol su eləyir. Həmin bu 108 qram neçə mol su deməkdir. Görürük ki, buradan da 6 mol sudur. Yəni ki, 1 mol su 18 qramdırsa, 108 qram su da 6 mol deməkdir. Və bu zaman, yəni deyir ki, 6 mol su ayrılan zaman neçə mol glukoza süd turşusuna parçalanmış və neçə mol ATF sintez olunmuşdur. Siz də baxırsınız ki, 1 mol glukoza 2 mol süd turşusuna parçalanır 2 mol su ayrılan zaman. Bizdən glukozanı soruşur. Baxın, neçə mol glukoza birdən süd turşusunu nəzərə alarsınız? Yox. Sadəcə glukozanı və bizdən ATF soruşur. O zaman yazırıq ki, 1 mol glukozadan parçalanan zaman artıq burada 2 mol su ayrılır. Bəs yaxşı, 6 mol su neçə mol glukoza parçalanan zaman ayrılır? X bərabərdir. Deyirik 3 mol. Deməli, glukoza parçalanıb ki, buradan 2 mol, deməli, 3 mol glukoza parçalanıb ki, 6 mol su ayrılıb. Çünki 1 mol glukozadan 2 mol su ayrılır. Və bizdən ATF-i soruşur. Biz də deyirik ki, yenə suya əsasən yazacağım mən. 2 mol ATF alınan zaman 2 mol da su alınır. Bəs yaxşı, 6 mol su alınıbsa nə qədər 6 mol ATF alınır? Yenə də 6 mol. Avtomatik cavabı tapıram deyə ilk öncə cavabı deyirəm. Yəni demək istədiyim budur ki, 2 mol ATF ayrılan zaman 2 mol da su alınır və bizə verib də 6 mol su, 6 mol sudan da 6 mol ATF yenə əmələ gəlib burada yekunda. Yəni proses qlikoza, ADF və ortofosfat turşusu üzərində gedir. 1 mol qlikoza parçalanan zaman 2 mol süd turşusu, 2 mol ATF, 2 mol da su ayrılır. Və biz də suyun molunu tapmışıq 6 mol. Deməli, buna əsasən yazırıq ki, 2 mol su alınanda o deməkdir ki, 1 mol glukoza parçalanıb. Bəs yaxşı, 6 mol su alınıbsa, neçə mol glukoza parçalanıb? Tapırıq ki, 3 mol glukoza parçalanıb. Və sonra yazırıq ki, 2 mol su alınıbsa, nə qədər ATF alınıb? Yenə 2 mol, bunların mol sayı bərabər olur. 6 mol da yenə su alınıbsa 6 mol ATF alınır. İstəsəniz belə də yaza bilərsiniz. Artıq biz glukozanın mol sayını tapmışıq da, düzdürmü? Yazarsınız ki, 1 mol glukoza parçalananda 2 mol ATF əmələ gəlir. Bəs yaxşı, 3 mol glukoza parçalananda nə qədər ATF əmələ gəlir? X də bərabərdir 6 mola. Yəni müxtəlif üsullarla həll etmək olar. Bir anda beynimə o qədər üsul gəlir ki, ona görə birbaşa avtomatik artıq cavabı tapmağa fokuslanıram. Sonra gəlirəm burada 17-ci suala. Ümid edirəm aydın oldu. 17-ci sual. Bizə nə deyir? Deyir ki, sarı toxumlu noxudla yaşıl toxumlu noxud bitkiləri çarpazlaşdırılmışdır. Və nəsildə alınan noxud bitkilərinin 112-si sarı, 111-i yaşıl toxumlu olmuşdur. Heç burada demək olar ki, 50-50-yə alınıbdır. Bir vahid sarı toxumlu noxud bitkisi daha çoxdur. Demək olar ki, 50% alınıb. Deməli, bizdən də valideynlərin ən çox ehtimalı olunan nisbətini soruşur. Elə bir nəsil seçməliyik ki, burada genotip seçməliyik ki, oradan alınan həmin bu fərqlər 50% olsun. Baxın, yaşıl noxud bitkisinə çarpazlaşıbsa, o konkret kiçiyadır. Və burada alınan nəsildə də yaşıl toxum var. Və özü də alınanlar 50% alınıb. Bu deməli, böyüyə kiçiyaymış ki, böyüyə kiçiyə sarı toxumlu, kiçiyə da yaşıl toxumda 50% alındı. Əgər bu böyüyə ilə çarpaz kiçiyə olsaydı, hamısı sarı toxum olacaq. Deməli, bizim valideyn fərqlərimiz böyüyə ilə kiçiyaymış bir variant. Baxın, variantlar isə buradan alınır, ancaq böyüyə kiçiyə, hamısı sarı. Buradan alınır, hamısı sarıdır. Böyüyə kiçiyə sarıdır, bir homoheterodur. Burada da hamısı sarıdır. Bu elə cavabımızdır. Burada isə deyirik ki, bir dənə böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə əmələ gəlir. 25% yaşıl, 75% sarı olur.
Və beləliklə cavabımız B olur. İndi keçirik bizim deməli 18-ci sualımıza. Deyir ki, bir ailədə qadınların sayı kişilərin sayından 2 dəfə çoxdursa, bu ailə üzvlərinin karyotipindəki X və Y xromosomları normal halda hansı nisbətdə olar? Ümumiyyətlə biz bilmirik nə qədər qadın, nə qədər kişi var. Mən götürürəm ki, 2 dənə qadın olsun. 2 qadın. Bir dənə də kişi olsun. Çünki bizə deyir ki, qadınların sayı kişilərin sayından 2 dəfə çoxdur. Elə belə də olsa 2 dəfə çox olur. Ən rahatı. Deməli, karyotipində X və Y xromosomlarını soruşur. 2 dənə qadın olduğunu nəzərə alıb yazırıq ki, bir qadının cinsiyyət xromosomları XX olur onun somatik hüceyrəsində. 2 qadın varsa 2 dənə XX. Kişidə də cinsi xromosomlar XY olur. Və X-in Y-ə nisbətini soruşur ümumi olaraq. Görürük ki, baxın, X-lər nə qədərdir? 5 dənə X var, bir dənə də Y, deməli 5-in 1-ədir. İndi keçirik 19-cu suala. Bizə deyir X hesablayın, deməli bu dəfə nə soruşur? Eyni sual deyəsən. İştirakçıdan, bu dəfə hüceyrələrin. Deməli hüceyrə deyirsə, bayaq sperm soruşurdu, o artıq qametdir. Bu zaman hüceyrələr soruşur. Hüceyrə deyəndə spermləri nəzərə alırıq, yumurta hüceyrə və mərkəzi hüceyrəni. Ümumi 4 dənə hüceyrədir. 2 sperm, 1 mərkəzi hüceyrə, 1 yumurta hüceyrə. Qamet desəm 3 dənədir. Mərkəzi hüceyrə qamet deyil, sadəcə hüceyrədir. Və bizə nə deyir? Deyir ki, mayalanmada iştirak edən hüceyrələrin maksimal sayı. Yenə də baxırıq ki, bunda erkəkçi dişicik var. Deməli, boru şəkillidir. Bu isə yalancı dilcik şəkillidir. Boru şəkilli çiçəyimizin sayı 800-dür. Deməli, 800-də dişiciyimiz var. Yenə də bir toxumun əmələ gəlməyində 4 hüceyrə iştirak edirsə, 800 toxumun da əmələ gəlməyində 32.000 olacaq. 32.000 hüceyrə iştirak edir. Cavabımız 32.000-dir. Keçək 20-ci sualımıza. Burada nə deyir bizə? Bizə deyir ki, cədvəldə 4 müxtəlif hibridləşmə zamanı hibridlərin xromosom dəstələri verilmişdir. Deməli, hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstələrinin diploid olduğunu qəbul etsək, hibridlərin deyir hansılarına meyoz prosesi pozulacaqdır? Əgər hibridləşmədirsə, burada artıq Karpachenko tətbiq olunmalıdır. Deməli, diploid formalarda meyoz prosesi pozulacaq. O deyilir, deməli, 1 və 3 kələmturp və moruq börtkən çarpazlaşması zamanı və bizim sonuncu sualımız 21-ci sual. Görək bizə nə deyir? Deməli, bizə deyir ki, diploid bitkinin tetraploid bitki ilə tozlanmasına alınan endosperm hüceyrəsinin xromosom dəstəsi olar. Diploid bitkinin tetraploid bitki tocuğudur. Deməli, tetraploid erkək bitkimizdir. Diploid bitki bu dişi bitkidir. Dişi bitkimiz, erkək bitkimiz. Dişi 2N-dir, erkək isə tetraploid 4N-dir. Ümumiyyətlə, bunları əzbərləyin. Triploid nədir? Tetraploid nədir? Triploid 3N-dir, tetraploid 4N-dir, diploid 2N-dir, haploid isə N-dir. Deməli, bunlarla tozlanması endosperm soruşur. Endosperm də mərkəzi hüceyrə ilə spermin birləşməsidir. Deməli, buradan spermləri tapıram. 2N, 2N bunlar spermlər olur. Buradan da istəsəniz elə yetkin bitkinin dedik, somatik hüceyrəsini götür, mərkəzi hüceyrə diploid, ya da ki, haploid, qamet al, yumurta hüceyrə. Bunu da vur 2-yə, buradan da olsun 2N mərkəzi hüceyrə. Yenə də mərkəzi hüceyrəmiz 2N-dir. Deməli, sperm isə 2N olur. Çünki artıq tetraploid bitkidən almışıq. Bizdən də endosperm soruşur. 2N plus 2N o deyilir 4N. E variantı. Baxın. Bizim dişi bitkimiz 2N-dir, yumurta hüceyrəsi N-dir. Erkək bitkimiz isə tetraploiddir, 4N-dir, spermləri isə 2N, 2N olaraq bölünür. Bizə də endospermi soruşduğuna görə mərkəzi hüceyrə ilə spermin birləşməsi lazımdır. Mərkəzi hüceyrə dedik, ya yetkin bitkinin somatik hüceyrəsini götür, ya da yumurta hüceyrəni vur 2-yə, o olsun mərkəzi hüceyrənin xromosom dəstəsi. Deməli, mərkəzi hüceyrədə 2N-dir, spermdə 2N-dir, 2N, 2N cəmi 4N eləyir. Ziqot soruşsaydı sizə lazım olacaqdı sperm ilə yumurta hüceyrənin birləşməsi, o da eləyəcəkdi. Deməli, 2N plus N. Çünki N yumurta hüceyrədir, o da eləyir triploid 3N. Amma biz endosperm soruşuna görə E variantı. Beləliklə, biz artıq izahımızın sonuna gəldik. Ümid edirəm aydın oldu. Növbəti video izahlarda görüşmək üzrə və istədiyiniz hər hansı bir mövzu, sual izahı olarsa kommentariyada qeyd edərsiniz. Mən onu nəzərə alıb izah edəcəm. Sağ olun, salamat qalın.